İngiltərə krallıqdır, elə deyilmi? Bəli. Amma demokratik ölkə sayılır, monarxiyalı respublikadır. Onun kimi də Avropada çoxsaylı dövlətlər belədir. İngiltərə krallığına bağlı olan bütün dövlətlər krallıqdır. Ərəb ölkələrində bir çoxsu İngiltərə krallığına bağlı olduğuna görə krallıqdır. Krallıqlarda da fərqli bir yönetimlər var. Hamısında diktaturadır, əsarətdə olan respublikalar. Amma krallığın özü yarım demokratik bir cumhuriyyətdir. Parlament üsulundan idarə olunur, amma son söz kralındır. Kral isə hakimiyyətə nəsildən nəsil ötürür. Bəli. Bu baxımdan da dünyanın biz demokratik, antidemokratik anlayışlarıyla müqayisə etsək, təbii ki, fərqli bir mənzərə yaranır. Bugün Avropanın dövlətləri demokratiyanın beşiği adlanırdı. Amerika demokratiyanın qoruyucusu adlanırdı. Amma məlum oldu ki, nə Avropa dövlətləri demokratiyanın beşiğidir, nə də Amerika demokratiyanın qoruyucusudur. Əksinə, demokratiya adından son yüzyılda Amerika, özəllə Amerika liderliyində Avropa yalnız və yalnız işğalçılıq siyasətinə məşğul olub. Demokratiya adından çoxsaylı partiyalılıq adı altında özünün örgütlərini qurub, onlarla həmin dövlətlər idarə edib. İstənilən bir ölkədə özü üçün güclü partiyaları yaradıb, onları maliyyələşdirib, ayrı-ayrı fondlar vasitəsilə, demokratiya adından, demokratiya yardım adı altından, digər tərəfdən də sivil toplum təşkilatlarını örgütləyərək, maliyyə dəstəyi ilə, təmin etməklə, həmin ölkələrdə yüz minlərlə fəal insanları ələ keçirib və onlar üzərindən də həmin toplumları idarə ediblər. Bütün ölkələrdə bunlar bu siyasəti yerinə yetiriblər. Avropanın özü belə Amerikanın fondları tərəfindən indiyə kimi idarə olunub. Avropa ölkələrinin özü heç də müstəqil olmuyor. Bəli. Nə özlərini ordu qurublar, özlərinə və millətlərinə bağlı siyasi bir rejim qurulmayıb. Hamısı bir-birindən asılı olub və təbii ki, bütün bunları da yönetməyə cəhd edən bu siyasətin, bu kirli siyasətin arxasında para baronları dediğimiz mafiya durub ki, onlar iqtisadi ağalıq qurublar. Həmin iqtisadi ağalıqlarını dünyada təmin etmək üçün ayrı-ayrı böyük dövlətləri işğal ediblər. Orada örgütləniblər. Həmin dövlətlərin əli ilə də demokratiya oyunu oynayaraq digər dövlətləri işğalda saxlayıblar, yönəldiblər. Təbii ki, bu cürə yönetim zaman-zaman toplum, millətlər tərəfindən qəbul olunmadığına görə bir sıra inqilabi dəyişkənliklər baş verir. Onlar da inqilabi dəyişkənliklər baş vermə ərəfəsində həmin ölkələrdə süni inqilablar təşkil ediblər. Süni inqilabları təşkil edərək yenə bu inqilabın sonucunda öz adamlarını hakimiyyətə gətiriblər. Daha bir 50 il, 100 illik bir hakimiyyət qurublar. Dünyanı idarə etmə eşqinə düşən bu güclər bugün yeni bir krizis içərisindədirlər. Yenidən dünyanı dizayn etmək istəyirlər, amma bu dəfə ayrı-ayrı dövlətlər və millətlər tərəfindən müqavimətə rast gəldiklərinə görə fərqli bir situasiya yaranır. Biz dünya siyasətinə bu kontekstdən yanaşmalıyıq. Amerikanın demokratik deyil, Zahir bəy, yaradılmış iki partiyalı sistem dövlət tərəfindən nəzarətdə olan demokrat oyundan başqa bir şey deyil. Hər iki sistemin başında duran yönədənlər dövlət nizamına tabedir və dövlət nizamının hansı qərar verir, orada icra olunur. Bu gedir, o gəlir, millət də alternativ olaraq bir-birini görür. Bunu seçməyəndə onu seçir, onu seçməyəndə bunu seçir və eyni zamanda millət elə bilir ki, onun iradəsi qalib gəlib. Halbuki ona bu seçim haqqını tanıyan rejimin özüdür. Sistem özüdür. Sistem onu haqqı tanıyır, ona yol göstərir. O da elə bilər ki, demokratiyanın içərisində də elə bilir ki, özü öz iradəsi ilə hansısa bir seçim edir.